yəni Kufa şəhərində və Kufa məscidinin təxminən 2 kilometrliyində yerləşir. Yəni bu məscidlə Kufa məscidi arasında 2 kilometr məsafə var. Bu məscidin çox böyük bir fəziləti var. Bu məscidin içərisində qəbr ziyarəti yoxdur, amma 7 dənə məqam ziyarəti var ki, həmin o məqamların birincisi bu yerdən başlanır. Və bu məscidin 7 məqamının, hər məqamının özünün bir dənə 2 rükətli namazı var və həmçinin də bu məsciddə qılınan namazların qat-qat artıq savabları var. Yəni bu məsciddə bir dənə qılınan 2 rükətli vacib namaz hədislərə əsasən qeyd olunur ki, 10.000 rükət qəbul olunmuş vacib namazına bərabərdir. Xoş halımıza ki, Allah bizə nəsib elədi, vacib namazlarından heç olmasa birini, yəni sübh namazını bu Səhlə məscidində qılmaq imkanını Allah bizə nəsib elədi. Həmd olsun aləmlərin Rəbbinə.